Herkes salam. Bugün yenə yeni vlogla sizinləyəm. Dünən oğluma belə bir aplikasiya almışdım, plastilin ilə düzəldilən və axşam olduğundan demişdim ki, yatandan sonra səhər durub bunu düzəldərik. İnanmazsınız ki, səhər duran kimi birinci yadıma düşən elə bu oldu və duran kimi dedi ki, gəl bunu düzəldək. Hal-hazırda biz heç yemək də yeməmişik, başlamışıq bu aplikasiyanı düzəltməyə. Bunu düzəldib qutarandan sonra başlayacağıq yemək yeməyə. Birinci dəfə belə bir şey alırdım, amma çox maraqlıdır. Uşağın çox xoşuna gəldi. Hətta bitirəndən sonra istədi yenə də düzəltsin bundan. Söz vermişəm ki, yenə alacağım. Uşağın inkişafı üçün çox gözəl bir şeydir. Həm əl motorikasını, həm rənglərin seçməsinə və həm də baxıb gördüyünü tezdən burada özü düzəltməsinə, kopirovat eləməyinə köməklik edir. Göz diqqəti daha da formalaşır. Nəyə əl atsam da mən deyirdi ki, yox, özüm düzəldəcəm və gördüyünüz kimi hər şeyi birlikdə eləyirik. Plastilini belə yumuşaldandan sonra başlayırıq bu formanın içini doldurmağa. İçində xeyli plastilin var idi və biz bu formanı düzəldəndən sonra belə plastilindən çox qaldı. Yenə də nəsə düzəltmək olar. Hal-hazırda mən bu videonu səsləndirəndə yanımda yenə də Emil oturub və öz Legosunu oynayır. Ona görə belə səslər də gəlir. Amma çarəm yoxdur, çünki hara getsəm də dalımca gəlir. Təklikdə videonu səsləndirə bilmirəm. Çox təəssüf. Bu aplikasiyanın düzəltməyinə cəmi yarım saat vaxt sərf elədik və deyim ki, sizə bu çox faydalı yarım saat oldu. Uşaq çox sevindi, çox razı qaldı və həm də səhər durandan gözəl bir belə maşın düzəltdi. А ты будешь остальным было? Ты еще с пластилином хочешь играть? Играть, да. Но машинка готова. Теперь смотри, эту машинку мы ставим сюда. Едем. Bu işləri bitirəndən sonra durdum ki, biraz qabuyum. Əslində bugün mənim çox işim var. Bu ətdən 3 kilo burada ət var. Bundan mən zaqatovkalar eləməliyəm ki, soyuducuya qoyum. Mən olmayanda uşaqlar götürüb rahat özləri üçün isitsin, bişirsin, yesin və evləri yığışdıracağam. Hal-hazırda keçdim mən yataq otağına və burada uşaqların yataq dəstlərini dəyişdim. Çünki çoxdan dəyişməmişdim. İndi onları dəyişəcəm, buranı yığışdıracağım, tozları da alacağım. Bunları hamısını eləyəndən sonra keçəcəm qalan işlərimə. Bugün bazar günü olduğu üçün hamısı evdədir. Bunların kravatının üstündə olan bu qalın adyalları da yuyacağım bugün. Paltarlar da yumalı, doludur bugün. Hal-hazırda isə mən istəyirəm bu yazı stollarını yığışdırım uşaqların və tozlarını silim. Əslində uşaqlar özləri çox vaxtı bunu eləyirlər, amma arada bir özüm də eləyirəm ki, yenə də nə qədər etsə də uşaqlardır. Nəyisə təmiz etməyə bilərlər, nəyisə görməyə bilərlər ya da tənbəllikdən etməyə bilərlər. Ona görə mütləq özümdə arada bir yığışdırıram ki, daha təmiz olsun. Baxmayaraq ki, mən bu otağı yığışdırıram, amma bizim ailədə hamısı nəsə bir iş görür. İndi isə biraz televizorun üstünü də silirəm. Çox sevirəm bu salfetkaları. Mənim işimi çox asanlaşdırır. Çünki bir dəfə bununla silirsən, televizorun üstünü, televizorun şüşəsini, ekranını silirsən və ləkələr qalmır. Çox təmiz olur və evdə də qəşəng qoxu olur. Ona görə çox xoşuma gəlir. İndi isə keçirəm qızımın yazı stoluna. Burada da bəzi şeyləri götürürəm, yerbəyer edirəm və buranı da silirəm. Burada Emil gəlir yanıma ki, mənə də bir salfetka ver. O çox xoşlayır mən siləndə, o da silsin. Baxın, əvvəllər mən bu salfetkaları almağa başladım. Bir il olar hardasa. Amma əvvəllər Emil bundan biraz balaca olanda mən silirdim. Emil də gəlirdi belə su fıskırdanla gətirirdi. Güyəmiş o da silirdi. Başlayırdı hamısını belə tezdən
fıskırdıb suyu çirkinləşdirirdi, əl ləkələri saxlayırdı və mən çox əsəbləşirdim. Amma bu salfetkalar olandan verirəm əlinə ki, ala sən də sil və heç yer bilirəm ki, çirkin olmayacaq. Hal-hazırda görürsünüz ki, mən balkondayam və burada o qalın adyalları saldım, birini paltar yuyan maşına və özüm də buraları biraz yığışdırıram, silirəm. Çünki burada balkon olduğuna görə çox toz olur. Və gördüyünüz kimi əti də mənə doğramağa kömək eləyir. Sağ olsun yoldaşım belə şeylərdə mənə kömək eləyir. Mən isə getdim bu Emilin balaca kravatını biraz səliqəyə salım. Burada da yataq dəstini dəyişirəm. Baxmayın ki, bu çəhrayı rəngdədir. Sadəcə olaraq qızımdan qalan prostunlardır. Mən istəmədim təzələrini alım. Çünki bu vaxt uşaqların bu yaşı tez keçir gedir. Fikirləşirəm ki, təzə bir şeylər almağa o qədər də dəyməz. Simbolik ki, məndə var. Ona görə rəngləri mavi, çəhrayı, yaşıl hər rəngdə ola bilər. Bir də ki, bugün bu kravatın altındakı sirmələri istəyirəm yığışdırım. Burada Emilin paltarları var. İstəyirəm onları biraz səliqəyə salım. Mən buraları yığışdırarkən uşaqlar da hərəsi bir iş görür. İstəyirəm ki, sirmələrin birində şortları olsun, birində maykaları olsun, birində üst futbolkaları və birində isə naski ilə tumanları olacaq. Belə eləyəcəm ki, rahat olsun hər şeyi tapmağa və biz çox vaxtı tələsirik. Tələsik bir şey götürəndə heç nə dağılmasın və uşaqlar da arada Eminlə olanda evdə tapsınlar onun lazım olan paltarlarını tez geyindirib harasa düşürdə bilsinlər. Emil bağçaya gedirdi, amma hal-hazırda getmir. Həm yay olduğundan, həm də mənim bağçalar nəsə xoşuma gəlmədi. 5 aydır ki, bu bağçaya gedirdi və demək olar ki, bağçada heç nə öyrənmədi. Mən evdə elə oynaya-oynaya 5-10 dəqiqə gündə vaxt ayırsam belə çox şey öyrənir. Yaddaşı da maşallah çox yaxşıdır. Amma bağçaya gedəndən bəri heç nə öyrənməyib. Demək olar ki, uşaq mən hansı baza ilə göndərmişdim, elə də qalıb. Ona görə hal-hazırda Emil qalır evdə və hər vaxtım olanda onu çalışıram ki, ona nəsə öyrədim. Söz ehtiyatını çoxaldım, biliyini çoxaldım. Ona görə hal-hazırda evdədir. Ət isə demək olar hazırdır. Əti doğradılar. Bir ara vaxt tapıb gəldim, tez əti yudum və indi onu ət çəkən maşından çəkirlər. Mən isə gəldim ki, buzluqda olan bəzi şeyləri yerbəyer edim və çirkin olan rəfləri də yuyum. İl boyu mən zaqatovkalar çox etmişəm və çox mənə əl tutub. Zaqatovkalar eləyəndə elə bil ki, polufabrikatlardır. Evdə hər şey hazırdır. Lazım olan kimi tez tavaya qoyursan, qazana qoyursan. Daha belə olub ki, mən soğanı belə kəsib doğrayıb qoymuşam və bir dənə qalır ki, götürüb onu tez bişirəsən. Belə olanda çox rahat olur və özün evdə olmayanda belə, əgər evdə böyük uşaq varsa, məndə qız edə bilir bunu. Demək olur ki, qoy, məsəl üçün dolmanı çıxart, qoy qazana, üstünə su tök və yavaş xodda qoy, qaynasın və özün evə gəlib çıxanacan yemək hazır olur, çox rahat olur. Yorğun gələndən sonra yenə də nə düşünüb, nə bişirim və onu etmək lazım gəlmir. Amma düzdür ki, bir gün ərzində, 1-2 gün ərzində sən bunları hamısını elirsən və o 2 gün olursan çox yorğun, amma ki, bu buna dəyər. Sümükləri mən ayrıca yığıram bir paketə və qoyuram xaladelnikə. Ondan ayrıca bir gün bir soğus, nəsə belə bir şey bişirmək üçün. Mən isə yenə arada keçirəm, bu paltarları yuyuram. Baxın, nə qədər paltar yığılıb. Əslində bu bir neçə günün paltarı deyil. Gördüyünüz kimi bugün yataq dəstini dəyişdim. Bugün bu adyalları yumaq qərara gəldim və hamısı yığılanda oldu bu qədər çox. Mən demək olar ki, hər gün paltar yuyuram və hər gün mənim paltar yuyan maşınım 1-2 dəfə işləyir. Çünki uşaqlar balaca olduğundan, evdə 5 insan olduğundan bu qədər paltar yığılır. Yayda paltar yuyub
sərməyi çox xoşlayıram. Çünki buradan sərirsən və heç üstündən 1 saat keçmir, paltarlar isə qupquru olur. Hələ ki əti tam çəkib bitirməyiblər deyənəm, mən keçirəm qonaq otağını və həmişəki kimi bu stolun üstünü biraz səhmana salmaq istəyirəm. Arada bu pişiklərə baxıb paxıllığım gəlir. Nə vaxt baxmırsan yatırlar, nə vaxt baxmırsan yeyirlər, nə kökəlmirlər, nə işləri qalmır, keyflə yaşayırlar. Həm də yaxşı bir insana rast gələndə, yaxşı bir şəraitdə olanda lap adamın onlara paxıllığı gəlir. Mənimsə belə bir işıq, yerdən dayanan belə işıq saçan bir lampam var, hansı ki lüstranın dəsti və hal-hazırda onu yandıra bilməsəm də, amma üstündəki toz əksiyi olmur. Həmişə onu silməli oluram. Və bugün baxdım ki, bu yuxarıdakı şkafların üstü çox tozlanmışdı və onları da biraz sildim. Üstündəki qabları da götürdüm ki, yuyum. Çünki bu qablar, bu toz burada yığılanda hamısından biz nəfəs alırıq. Mənim oğlum biraz toza həssasdır. Hələ özümdə ona görə burada toz saxlamıram. Hamısını götürüb silib yuyuram. Qabları isə saxladım ki, qurusun. Ət tam çəkilmişdi və mən başlayıram zaqatovkaları etməyə. Əti hamısını bir yerə yığıb yaxşı-yaxşı qarışdırıram. Çünki mən ətə quyruq əlavə edirəm və istəyirəm ki, bu quyruq ətlə tam yaxşı qarışsın. İndi isə bu əti bir neçə yerə paylayıram. Fikrimdə tutan bütün yeməklər üçün ayrı-ayrı bunları ayırıram. Çəkilməmiş ətdə saxlamışam, onları xırda-xırda doğramışam və məsəl üçün plov bişirəndə, ya nəsəm kartoşka ilə sadəcə qızartmaq istəyəndə belə bir şeylər üçün saxlamışam. Qalanı da belə farş etmişəm və gördüyünüz kimi bu paketdə biraz heç nə etmədən ətdən saxladım, onu qoydum soyuducuya. Bu tavadakı ət isə dolma üçün bunu ayırdım və hal-hazırda o əti biraz qızardacağım. 3 bacı dolması bişirmək istəyirəm. Və kələmi kəsirəm ki, bundan da adi kələm dolması bişirəcəm və buzluqda saxlayacağım ki, istəyəndə oradan çıxardıb tez bişirmək olsun. Əvvəl kələm dolması üçün kələmi başqa cür kəsirdim və onda çox çətin olurdu. Sonra belə bir internetdə belə bir kəsim gördüm. Belə çox rahat olur. Qoyursan suya, qaynayandan sonra yarpaqları əl vuran kimi öz-özünə kələmdən ayrılır. Bir də kələm dolmasının içinə mən deməli ayrıca tavada soğan qızardıram. Kök ona əlavə edirəm. Belə çorkadan çəkib, çorkadan keçirdib və bu dəfə kələmdən qalmışdı deyənə onun üst hissələrini xırda-xırda doğrayıb onu da ora əlavə edib duz istiotunu qatıb başlayıram onu qızartmağa. Və sonra bu qızartdığım kələmi, kökü və soğanı biraz da ora göyərtidə əlavə edəcəm. Onları hamısını qarışdırıram farşa. Düyü də əlavə edib kələm dolmasının içini onlarla doldururam. 3 bacı dolmasına isə mən düyü qatmıram və ora mən soğan, göyərti qatıram. Bunları da qızardıram. Duz istiot zövqə görə və bura mən biraz da biber xırda-xırda doğrayıb əlavə edəcəm. Bir də pomidor. Pomidoru belə blenderdan çəkdim və püre halında onu da bura əlavə edib qızardıram. İndi isə 3 bacı üçün tərəvəzləri hazırlayıram. Biberlərin başını adi halda belə kəsirəm. Üst hissələrini saxlamıram. Onları sadəcə qıraqlarını da kəsib xırda-xırda doğrayıb ətə əlavə edirəm. Pomidoru belə bir köməkçi vasitəsilə belə içini çıxardıram. Baxın nə gözəl, ideal yumru olur. Pomidorun içi tam çıxır və pomidorun içi olur boş və gözəl. Hal-hazırda hər şey hazırdır. Badımcanlar isə qaynar suda pörtülür
Bu isə kələm dolmasının içidir. Bu da hazırdır. Bunu da ətə əlavə edirəm və bura bircə düyünü əlavə edib qarışdırmaq qalır. Və bir də mən istəyirdim kotlet bişirim. Kotletə mən belə yumuşaldılmış, suda yumuşaldıb çörək əlavə edirəm. Soğan, bir də kartof əlavə edirəm. Duz istiyor zövqə görə. Arada mən bura kök də əlavə edə bilərəm, amma bu dəfə əlavə etmədim. Bunları hamısını ət çəkən maşından keçirtəcəm və başlayacağım kotlet düzəltməyə. Əvvəllər bunları eləyəndə hər şeyi tək eləmək məcburiyyətində qalırdım. Hal-hazırda qızım böyüdükdən sonra biraz qızım kömək edir, amma əvvəllər də mən bacım qızını köməyə çağırardım. Əsasən də bu Emil balaca olanda, yəqin kimin ki balaca uşağı var, o başa düşür ki, tək eləmək bu qədər, birdən bu qədər yeməkləri çox çətin olur və kömək olanda daha həm vaxt tez keçir, danışırsan, gülürsən. Həm də ki, siz də bilmirəm necə, mənim uşaqlarım balaca olanda hansı günü ki, mən düşünürəm ki, nəsə edəcəm, etməsəm də belə, beynimdə belə düşünsəm də həmən günü uşaqlar elə bil ki, onlara nəsə olurdu, həmən günü o uşaqlar çox narahat olurlar, ağlayırlar. Mütləq məndə belə olurdu, ona görə çox çətinlik çəkirdim. Kotletlər edəndə mütləq onları mən üstünü suxaridə batırıram ki, həm qızardanda qəşəng rəng alınır, həm də ki, soyuducuya qoyanda da onlar yapışmır. Buz tutandan sonra onları hamısını bir paketə yığıram. Və qızlar xəmir ya da ki, ət yeməklərini, nəsə belə bir şeylər bişirəndə mən əlcəkdə etməyi bunu daha çox xoşlayıram. Çünki əlimə yapışmır. Belə ətlə eləyəndə həm soğanın iyisi adamın əlindən keçmir və əlcəklə eləyəndə daha rahat olur. Və bilmirəm sizdə necə, mən əti yağlı almaq xoşlamıram, amma mütləq yanında quyruq alıram və quyruğu əlavə edirəm bütün ətə və ət çox dadlı olur və yağlı olur. Deməzdim ki, belə çox yağlı olur, adamın ürəyini vurur, amma çox da belə quru olmur. Mənim üçün tam belə əla olur. Amma bəzi insanlar bilirəm ki, bu qoyun iyisini hiss edir, qoyun ətinin iyisini bu quyruq əlavə edəndə və bəzilər xoşlamır. Amma mən düzün desəm, balacalıqda heç xoşlamazdım. Qoyun ətini, onun iyisi belə gələndə mən ürəyim bulanırdı. Belə şeylər çox idi. Süddən ürəyim bulanırdı. Süd, o əsl kənd südü qaynayanda ya da ki, yağ əridəndə, mamam bu kərə yağını əridəndə ondan da mənim ürəyim bulanırdı. Amma ki, vaxt keçdikcə hal-hazırda bunların hamısından çox xoşum gəlir. Balacılıqda südü heç içməzdim, məcbur verirdilər mənə, amma indi çox xoşlayıram. Kərə yağının indi iyisi üçün ölürəm və qoyun ətini də yeyə bilirəm. Quyruğu isə demək olar ki, ümumiyyətlə hiss etmirəm. Beləliklə mənim demək olar ki, yeməkdə zövqüm çox dəyişib. Bilmirəm bu yaşla gəlir ya necə. Arada başqa insanlardan da soruşuram ki, sizdə də varmı belə dəyişikliklər? Bəzilər deyir bəli, bəzilər deyir ki, yox, necə var idi, elə idi. Bilmirəm nədən bu asılıdır. Mən isə kotletləri hazırladım və gördüyünüz kimi belə qoydum buzluğa. Onlar buz tutandan sonra onları hamısını bir paketə qoyacağım. Bu isə badımcan. Badımcanları pörtdüm və hal-hazırda çıxardıram ki, soyusunlar. İndi isə biberlə pomidorları biraz duzluyuram və başlayacağım dolmaların içini yığmağa və yarısını bugün bişirəcəm, yarısını isə soyuducuya qoyacağım.
Mənim bacım bu dolmanı sobada bişirir və çox dadlı olur və mən də istədim ki, bu dəfə bu formaya yığıb sobada bişirim və baxım ki, necə olur. Ümumiyyətlə sobada nəyisə bişirəndə ora yağ az gedir və bu elə bil ki, qızardılmış olmur. Ona görə daha faydalı bir şey olur. Ona görə mən də istədim ki, bu dəfə sobada bişirim. Biraz su əlavə edib qoyacağam bunu sobaya. Bu isə qalanıdır. Bunu da qoyacağım soyuducuya. İndi isə keçirəm kələm dolmasına. Bunu da dediyim kimi əlavə etdim hər şeyi. Düyünü də əlavə edib, duzu, istiotu qatıb başlayıram belə qəşəng qarışdırmağa və dolma bükməyə. Qızlar, bu videonu səsləndirəndə əvvəl dedim ki, Emil yanımda oynayırdı və onun səsləri idi, danışırdı, oynayırdı. İndi isə yuxuya getdi və onun nəfəsin səsi də gəlir. Ona görə fikir verməyin. Bizdə ailədə ən çox sevilən yeməklərdən biri plovdur. Hansı plov bişirsəm də çox xoşlayırlar və ikinci bir yemək bu dolmadır və dolmanın hər birini sevirlər. Ona görə bunları bilirəm ki, mütləq yeyəcəklər. Dolmanın ətindən qalmışdı, ona görə belə yumru eləyib, cif-cilkib elədim balaca küftəciklər. Ondan da sup bişirəcəm. Bu da bizim sobada bişən dolmamız hazırdır. İşləri bitirəndən sonra başladım evləri plisosla toz soğanladım. Çünki bayaqdan başlamışdım yığışdırmağı və bu zaqatovkaları eləyəndən sonra mənim üçün qalırdı bircə evi toz soğanlayım və bunu da etdim. Gördüyünüz kimi indi tam rahat oldum. Mən toz soğanla evləri yığışdırarkən qızım da mənə paltarları sərməyə köməklik etdi. Ümumiyyətlə bugün çox effektiv, çox produktiv bir gün oldu və axşam biz fikirləşdik ki, gedək birinci dəfə dəniz kənarında bir piknik edək, samovar çayı içək, çox xoşlayırıq samovar çayını və gördüyünüz kimi getdik. Baxın, göy nə gözəldir, gün batan vaxtı ümumiyyətlə çox gözəl bir rəsm alınıb. Əslində düşünürdüm ki, dəniz qırağında bugün biraz soyuq olacaq, amma hava çox xoş idi. 1 qram külək əsmədi, bizə soyuq olmadı, çox gözəl idi hər yan və göydə də gözəl quşlar uçurdu. Biz isə samavarımızı doldurmağa başlayırıq. Я должен как-никак тоже помню. Как ты можешь? Как ты можешь? Я туда буду. Снимай на короткий. На короткий же нравится. Как хорошо попало. Короткий нормально. Və piknik üçün başladıq yer hazırlamağa. Yerə adyal sərdik və gətirdiyimiz şeyləri adyalın üstünə qoyduq. Bugün bu pikniki etməyi düzdür mənim qızımın ideyasıydı və ona çox sağ ol deyirəm. Çox gözəl istirahət etdik. Çox biz həm ruhən, həm beynimiz gözəl istirahət etdi. Elə bir his var idi ki, biz harasa getdik və neçə günlərlə istirahət edib gəldik. Və qızımın istəyi ilə biz bura yemək üçün sup götürdük, dışaraq supları. Əslində mən bunları yeməyə uşaqlara qoymuram, amma biz uşaqlar balaca vaxtı, çox vaxt Rusiyaya gedib gəlirdik və uşaqların ən xoşu gələn bir şey poyezdə bu supları yemək. Poyezdə başqa bir şey yemək olmur deyənə ən udobnu, əlverişli bir şey bu idi. Götürürdük bu supları, samovardan doldururduq, oradakı qaynar sunan və yeyirdik. Və onların beynində o qalıb və bu piknikə gedəndə də qızımın nəsə yadına bu düşdü. Ona görə dedim ki, yaxşı, bir gün heç nə olmaz, al bu supları, hamımız ondan yeyək. Və bir də ki, bu da qızımın arzusuydu ki, getsin belə odda
zefirçikləri götürsün, marshmallow və onu Я хочу съесть, odda мама. belə qızardıb yesin və nəhayət ki arzusuna çatdı. Amma mənim balaca Eminçikim sırası onu ağlına qoydu, başladı yeməyə. Нет. Ты куда? Birinci dəfə belə şey eləyirəm. Mən uşaqlarım çox dedilər ki, əslində çoxdan istəyirlər. Hər dəfə deyirəm, lazımsız şeydir. Amma bu dəfə daha məni yola gətirdilər. İndi belə eləyib içinə salacağıq ona. Ən qəşəng məndə olub, baxın, elə bir şaşlıqdır. Yox, elə bir şişdir. Elə bir kababdır. На тебе. Например. Sверху еще один. Держите. Мама, на тебе, мама. Gözüm kümeyle. Мама, на тебе. Не кричи, не кричи. А тебе нету. Üstünden koy. А тебе нету. Tart. Kebapçık. А тебе нету. Bunun da adı bilirsiniz nə oxşar? Belə mağazinlərdə hazırları satılır. Çokopay. Bizim vaxtında biz balaca olanda bakuş var idi belə. Точно o da adı verir. Да, одна самоварка нахуй. Все, хватит, хватит. Я сниму её как-нибудь. Мама, можно съесть? Горячий же, горячий. Не горячий, мама. Горячий. Сейчас новый. Və samovar qaynayanacan hava da biraz qaraldı. Mama, İndi dəm alacağıq və çay içəcəyik. Və nəhayət ki mənim uşaqlarım arzusuna çatacaq, suplarını yeyəcəklər. Да. Да. На ему холодно. Куда холодно? Əgər sizin bu video xoşunuza gəldisə, mənə like qoymağı və abunə olmağı unutmayın. Gələn görüşlərə dək məni daha çox görmək istəyənlər, mənim həyatımı daha çox izləmək istəyənlər üçün bu videonun altında Instagram səhifəmi saxlayacağam. Orada abunə olsaz çox sevinərəm.